Mehmet Oşkuz Seher, Qazaq rayonunun Küçü Ayrım kəndi. Mənim 2 oğlum ölüb, həyat yoldaşım ölüb, pis vəziyyətdə yaşayıram. Prezident İlham Əliyevin balalarına qurban olayım. O yaxşı fərman verdi. Şahid ailələrinin evi tikildi, bircə mənki tikilmədi. Gəldilər bana da söz verdilər ki, sənin evini də tikəcəyik. 2 ildir gözlədim, mənim evim tikilmədi. Pis vəziyyətdə yaşayıram. Qoca ixtiyar adamım. Bir gündə yaşayıram. Vallahi bir möşöyün qoymağa yerim yoxdur. Öğün əşyasını da bir yerə doldururam. Yatmaq barxanam da bir yerdədir. İndi mən də xahiş eləyirəm ki, mənim evimi də tikələr. Mən ölməmiş, mən də bir ağ gün görəm. 5 gün dünyada ömrüm var. Mən də xoşbəxt yaşayam.